Dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın diqqətləri Azərbaycanda keçiriləcək prezident seçkilərinə yönəlib. Rusiyada yaşayan azərbaycanlılar ölkənin müxtəlif şəhərlərində prezident İlham Əliyevə dəstək aksiyaları keçiriblər. Sonuncu belə aksiya Yekaterinburg şəhərində baş tutub. Rusiyanın Ural Federal Dairəsindəki diaspor fəalları Azərbaycan prezidentinə dəstək aksiyasına Sverdlovsk vilayətinin vitse-qubernatoru Yakov Silinlə görüşlə başladılar. Görüşdə Yekaterinburgda başkonsulluğun Azərbaycan Beynəlxalq Bankının filialının Bakı-Yekaterinburg aviareysinin açılması, Azərbaycan məktəbinin fəaliyyət göstərməsi, qarşılıqlı dostluq əlaqələrinin yüksək göstəricisi kimi səciyyələndirildi. Ümumrusiya Azərbaycan Konqresinin Ural Federal Dairəsi regional bölməsinin sədri Şahir Şıxlinski bildirdi ki, vətəndaşlığından asılı olmayaraq Uralda yaşayan bütün Azərbaycanlılar Prezident İlham Əliyevi dəstəkləyirlər. Vitse-qubernator Yakov Silin səsvermə hüququna malik Azərbaycan vətəndaşlarının oktyabrın 9-da ümumi istəyi təsdiqləyəcəyini inandığını bildirdi. Ural Federal Dairəsinin müxtəlif şəhərlərindən olan diaspor təşkilatlarının rəhbərləri etiram əlaməti olaraq Yekaterinburgun və Rusiyanın dənizlərindən sayılan Rusiya imperiyasının son çarı 2. Nikolay və ailə üzvlərinin güllələndiyi yerdə ucaldılmış kilsəni ziyarət etdilər. Diaspora fəalları şəhərdəki Azərbaycan məktəbinə də baş çəkdilər. Burada yaradılmış Heydər Əliyev otağı ilə yaxından tanış oldular. Bildirildi ki, mərkəzdə Ulu Öndərin irsinin öyrənilməsi üçün zəruri şərait yaradılıb. Sonra Ural Federal Dairəsi Azərbaycan təşkilatlarının iclası keçirildi. Diaspor fəalları bildirdilər ki, son illər Azərbaycanla Rusiya arasında əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edir. Rusiyada o cümlədən Ural Federal Dairəsində yaşayan Azərbaycanlılar bu əməkdaşlığın daha da genişləndirilməsini istəyirlər. Soydaşlarımız Azərbaycanın bütün sahələrdə inkişafını nəzərə alaraq seçkilərdə bütün bu nailiyyətlərin müəllifi kimi yalnız Prezident İlham Əliyevi dəstəkləyirlər. İlham Əliyevin namizədliyinin dəstəklənməsinə həsr olunmuş geniş konsert proqramından əvvəl də rəsmi çıxışlar oldu. Qanunvericiliyi icazə versəydi, hamımız İlham Əliyevə səs verərdik və bununla bir daha sübut edərdik ki, vətənimizdə baş verənlərə biganə deyilik. Bu fikir səhnədən səslənən bütün çıxışların leytmotivi oldu. Azərbaycanda gedən bütün hallar bizim üçün çox maraqlıdır. Buna görə maraqlıdır ki, yəni ki, biz oradan adam olmuşuq, orada dünyaya gəlmişik, valideynlərimiz, qohumlarımız hamımız orada yaşayır, baxmayaraq ki, biz Rusiya vətəndaşıyıq. Bizim ürəyimiz Azərbaycanla döyünür. Biz bir mənalı şəkildə hamımız İlham Əliyevi dəstəkləyirik. Yəni, bugünkü uğurlar İlham Əliyevlə bağlıdır. Hər belə vətənə gedəndə ürəyimiz toxsuz, o qədər şad olur ki, o qədər görürük ki, o necə Azərbaycanımız gözəlləşir. Aksiyanın təşkilatçıları Ural Federal Dairəsində yaşayan Azərbaycan vətəndaşı olan soydaşlarımızı oktyabrın 9-da Yekaterinburg şəhərindəki baş konsulluğa gedərək Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə çağırdılar. Azərbaycanlı baykerlər Prezident İlham Əliyevə dəstək aksiyası keçiriblər. Paytaxt Bakıda təşkil olunan yürüşdə 30-dan çox peşəkar və həvəskar bayker iştirak edib. Bayraq meydanından start götürən moto yürüyüş şəhər daxilində dövrə vurmaqla başa çatıb. Aksiya şəhər sakinləri tərəfindən də maraqla qarşılanıb.